Çünki kişilərdə kişilik qalmayıb. Qadın başı üzərində kişi görmək istəyir ki, onun qeyrətini çəksin. Qeyrət olub məsxərə obyekti. Qeyrətli adam, qeyrət ümumiyyətlə nədir deyirlər. İndi bizdə də var ya, bəzi yazarlar deyir, qeyrət nədir? Keçmişin qalıqıdır. İnsan da azadlı yaşayır, kimlə istəyir, münasibət qurur falan. Gərək kişinin qeyrəti olsun. Qeyrət mövzusu da çox önəmlidir. Ailədə kişinin xanıma sahib çıxmasının bir əlaməti də budur ki, kişidə qeyrət olsun. Uşaq görsün ki, ata deyir, ana ki, sən falan yerə getmə, icazə vermirəm. Əslində qadının da bundan xoşu gəlir. Qadınların da bundan xoşu gəlir ki, qeyrət kişinin qadına sahib olması bir cüzünə mənada mal kimi, əşya kimi yox, mənəvi baxımdan rəhbərliyinin əlamətidir. Düzdür, bəziləri ifratda gedir bu məsələdə. Zülm eləyir qadına, onu qeyrət adı ilə qısqanclıq eləyir və əslində qeyrətsizlik nəticəsi olur. İfrat qeyrət göstərmək. Amma yox, yerində olarsa qeyrət, o zaman qadının da ondan xoşu gəlir. Qadın necə kişi istəyir? Elə kişi istəyir ki, onu biraz qısqansın və bir qədər də, bir xeyli də qeyrəti olsun. Avropaya, Rusiyaya gedir bəzi kişilər, orada deyir, qadınlar girəyinlər ki, bizim kişilərdə bu xüsusiyyət itib, bizim sizə hörmətimiz ona görə çoxdur ki, siz qısqanırsınız, sizin yanınızda yol gedəndə hiss edilir ki, kişinin yanında yol gedirik.